Ay Zay, Hah. görürsən kamera düzdür. Ha. Ay so. Bayaq sağda rek knokkası gösterdim Ha. O rek knokkası bilsən nədir? Yəni çəkilişə başlayırıq. Ha. Bir də basanda deməli stopdur. Çəkiliş dayar. Keçən səfər kimi mənim beynimi xarablama. O boyda verilişi tək öz başıma yarım saatdə açmışam. Sən Səməra 20 saat çatdı. Sən nəsən? Operator. Nə qalsan ki, sən kameradanla biraz diqqətli ol. Buyurun, qonağımız da var. Eşitdinlər? Gezdə, deyirəm mənim bacımın hər şeyi yaxşıdır, bir zövqü yoxdur. Mənə görə deyirsən. Ha, elə bir şalvarın içindən 2 dənə zubaçiska çıxır. Doxcul bax, Zay, şalvarı sən düzəltmək izin hardadır mənə şalvar? Dünən verənəm sənə şalvar, dala get. Get kameranı da anla. Get deyirəm kameranı da anla da. Diqqətli ol. Mənə xəbərləmə elə belə xəbər deyil. Yoldan keçən cavabda nə gəldi eləsin. Hazırsan? Hazıram. Son 3 saniyə. 3, 2, 1. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılarından xəbər həyin efirdədir canozu yiyimsin. Bax, ha bu çörək mənə tapılmasın ki, bizdəki xəbərlər ən dəqiq xəbərlərdir. Yalan deyən kişi deyil. Rəsmi bizdə bazardan alan məlumatlardır. Yəni biz deyib TikTok'dan zaten giz məlumatlar götürmürük. Nə var? Hodur. Əvvəlcə qısa anonslarla tanış olaq. Şəkidə avtomobil maneəyə çırpıldı, sürücü xəsarət aldı. Digər qəzada isə avtomobil traktorla toqquşdu. Sinoptiklərdən qar xəbərdarlığı. Dövlət İmtahan Mərkəzi Şəkidə imtahan keçirdi. Eksternat və kolleclərə qəbul imtahanları qanun pozuntusuna yol verilmədən başa çatdı. Şəkidə avtomobil piyadanı vurub. Şəkidə keçirilən basketbol üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşdi. Anonsda gördüğünüz xəbərlərin heç biri bizdə olmayacaq. Sizin canınızı yiyərəm ama bizdə asobu, dəqiq xəbərlər olur. Yalan deyən çörək balalarına tapılmasın ki, bizdəki xəbərlər ən dəqiq xəbərlərdir. Keçirik xəbərlərə. Başlayırıq yerli xəbərlərdən. Rəsmi Şəkin bazarının verdiği məlumata görə Şəkin çükə itləri cızığından çıxıb ki, ucudakı ət yemirlər sizin canınızı